16-cı sualda bir kvadrat verib bizə mn kl kvadratından kp 2p ilə bərabərdir. Kp 2p ilə, yəni bura x, bura 2x, burada 90-dır. MKP bucağını istəyir. Bilirik ki, kvadratın diagonalı tən böləndir. Burada 45 olacaq. Hansı bucağın qarşısındakı katet 2x-dir hipotenuz, katet x-dir. Hipotenuzun yarısıdır 30 dərəcə. Deməli, bura 30-dur. Onda belə çıxır ki, baxın, elə belə diagonal tən bölən oldu. 45, 45. Burada belə 30 oldu. Onda MKP-yə nə qədər qalacaq? MKP-yə qalacaq 15 dərəcə. Cavabımız olur D variantı. 17-ci sualda deyir ki, 2m ədədlər üstü bu təhlil sisteminin həllidir. Həllidirsə, deməli bu x-dır, bu da y-dır. Gətirirəm x-ların yerinə 2m yazıram, y-ların yerinə də m yazıram. Bərabərdir 6-ya. X-in yerinə yenə 2m yazıram, y-in yerinə də m yazıram. Bərabərdir 15-ə. Baxın, bu aşağıdan tapa bilirəm m-i. 5m bərabərdir 15-ə, m-imiz də 3 olacaq. M3 tapdıqmı? Gətirib yuxarıda m-in yerinə 3 qoysaq, 4 vurulsun 3, çıx 3-a bərabərdir 6-ya. 4-ü üçə vuranda 12, 12 çıx 3-a bərabərdir 6-ya, 3-a bərabərdir 6-ya. A-mız da nə olar? 2 olar, C variantı. 18-ci sualımız bir dənə trigonometrik tənlikdir. 1/3-1, 3/4 kimi yazsaq, çarpaz şəkildə vursaq, 8 kosinus x üstə gəlinsin 4 sinus x bərabər olar 3 kosinus x üstə gəlinsin 9 sinus x-a. Buradan da biz 3 kosinus x-i bu tərəfə, 4 sinus x-i da bu tərəfə keçirsək, 8-dən 3 çıxanda 5 kosinus x bərabərdir 5 sinus x alınır. Bunu da hər tərəfini 5'lər heç ixtisar geçsə, kosinus x bərabərdir sinus x tənliyini də həll eləyəndə hər tərəfi kosinus x-a bölsək, aydın məsələdir sıfırdan fərqli olmaqla, kosinus x-a bölsək nə alarım? İstəyirsiniz sinus x-a bölün, yəni fərqi yoxdur. Kosinus x-a bölsək, sadəcə kosinus x-a böləndə tangens x alınır, sinus böl kosinus, tangens x bərabərdir. Kosinus böl kosinus 1'i verir 1'ə. X da bərabərdir. Bilirik ki, bu tənliyin həlli arc tangens 1 üstə gəlinsin pk şəklindədir. X da bərabərdir pi böl 4 üstə gəlin olacaq pk, cavabımız olacaq C variantı. 19-cu sualda deyir ki, B parametrin hansı qiymətindən parabolanın təpə nöqtəsinin apsisi 1 olar. Parabolanın təpə nöqtəsinin apsisi m-dir. M 1 olar deyir. Bilir ki, parabolanın təpə nöqtəsi m-dir, apsisi m-dir, ordinatı da n-dir, yadda qalsın. Bəs m-i necə tapırdıq? M-in düsturu var idi, mənfi b bölünsün 2a. Bizdə burada b-miz elə b-dir, müsbət b-dir, b. 2 vurulsun a, a-mız da mənfi 1-dir, mənfi 2 bərabərdir 1-ə. B də bərabər olacaq, mənfi getdi, 2-ni də 1-ə vuranda 2. Deməli, b-nin 2 qiymətində cavab oldu Y variantı. Növbəti 20-ci sualda A vektorunu verib, B vektorunu verib, 2A vektoru çıx 5B vektorunu istəyir. Heç nə, 2A vektorunu tapanda A vektorunu 2-yə vuracaq. Bu da olacaq deməli 4, mənfi 2, 8. 5B vektorunu tapanda da B vektorunu vuracaq 5-ə, 15, 0, mənfi 10. Sonra bunların nəyini istəyir? Fərqini. Bunları çıxacaq. Çıxanda da bilirik ki, x-dan x-i, y-dan y-i, z-dən də z-ə çıxırıq. Yəni, olacaq bizdə 4-dən 15-i çıxanda mənfi 11, mənfi 2-dən 0-ı çıxanda mənfi 2, 8 çıx mənfi 10 da 18. Cavabımız olacaq C variantı. 21-ci sualda deyir ki, 2 və 4 ədədlərlə düz mütənasib olan. Düz mütənasib deyirsə, biz bu ədədləri 2x, 4x götürürük. Tərs mütənasib desəydi, ədədlərin tərsini 2-də 1x ilə 4-də 1x götürəcəkdik. Bizə düz mütənasib deyir, 2x ilə 4x götürürük. 2 ədədin cəmi 18-dir. 6x bərabərdir 18-ə, x da bərabər nə alınır? 3. Bu ədədlərin hasilini istəyir. Ədədimizin biri olacaq 2 vur 3 6, o birisi olacaq 4 vur 3 12. Bu ədədlərin hasili də 6 vur 12 olacaq 72. Cavabımız olur Y variantı. Növbəti 22-ci sualımız çoxluq sualdır. Çox asan bir sualdır. Deməli, A və B çoxluqları üçün A kəsişir B bilir ki, ortaq hissədir. A çıx B, yəni sanki B-ni çıxardıb atmışam. A-nın hansı hissəsi qalır? Bu hissəsi burada 8-dir. Ümumi A-da deyir neçə element var? Sayını istəyir. 8 üstə gəl 4, o da olacaq 12 element B variantı. Növbəti sualımız 23-cü sualda. Deyir ki, MK Y-nə paraleldir, paralel xətlərdir. PK MP'nin tənbölənidir. PK bizdə tənböləndir.
MKP 42-də. Aha, bunlar paraleldirsə, bu da kəsəndirsə, deməli burada çarpaz bucaqlar var. Bura 42-dirsə, burada 42 dərəcədir. Deyirdi axı PK MP'nin tən bölənidir. Onda PK əgər tən böləndirsə bucağı yarıya bölür. Onda burada 42-dir. 42 bu tərəf olacaq 84 dərəcə. Bura 84-dürsə, onda qonşusu olacaq 180 - 84 96 dərəcə. Bizdən də MPY çıx MPK-nı istəyir. MPY buradır 96 dərəcə. Çıxılsın NPK. NPK da 42 dərəcə. 96 çıxılsın 42, o da olacaq 54 dərəcə. Cavab oldu 54. Növbəti 24-cü suala baxaq. Deməli, loqaritma sualıdır. Bilirik ki, burada əsasdakı 4 qarşıya 4də 1 kimi keçir. 4də 1 loqaritma P əsasdan AB bərabərdir 6-ya. Buradan da alırıq ki, loqaritma P əsasdan AB bərabərdir 24 olacaq. 6 bölü 4də 1. Eyni qaydada 4də 1 loqaritma P əsasdan A bölü B bərabərdir 2-dir. Buradan alırıq ki, loqaritma P əsasdan A bölünsün B bərabərdir 8 alınacaq. Bilirik ki, burada vurmaca biz bunu toplama kimi yaza bilərik. P əsasdan A üstə gəlinsin, P əsasdan B bərabərdir 24-də. Burada da bölməcə çıxma kimi yazacağıq. P əsasdan A çıx, P əsasdan B də bərabərdir 8-ə. Toplayan zaman bunlar gedir. Loqaritma P əsasdan A, loqaritma P əsasdan A, 2 loqaritma P əsasdan A bərabərdir 24 üstə gəl 8, 32-yə. Loqaritma P əsasdan A da bərabərdir 32-ni 2-yə böləndə nə alınacaq? 16. Loqaritma P əsasdan A 16-dırsa, 16-dan nə çıxanda 8 eləyəcək? 8. Deməli, P əsasdan B-də nə olacaq? 8 olacaq. Biz bunları tapdıq. Bizdən də istəyirdik ki, P əsasdan A-nı P əsasdan B-yə bölək. Yəni, 16 bölü 8, cavabımız da nə olacaq? 2. Oldu cavabımız 2. 25-ci suala baxaq. BAC bərabərdir BCD-yə alfa. AD-ni bizə 7 verib, BD-ni bizə 9 verib, BC-ni tapın deyir. İndi alfa böyük bucaqda ABC üç bucağına baxsaq, diqqətlə üç bucaq ABC-də. Alfa, beta, C-yə də yazaq bir dənə, ümumi C-yə də yazaq qamma. Onda deməli bu oxşardır, üç bucaq. Fikir verin, bax bu DBC üç bucağında da alfa, beta, onda bu bucaq olacaq nə? Qamma. Gördüyümüz kimi hər iki üç bucağın 3 dənə bucağı bərabər oldu. Deməli bunlar oxşardır. Oxşarlığa əsasən ABC-ni yazdıq, alfa, beta, qamma. Bunu da alfa, beta, qamma yazsaq C, B, D. Bunu yazandan sonra heç şəkilə baxmamış var. Buradan oxşarlığı yaza bilərəm. AB bölünsün CB. AB bizdə deməli ümumi 16'dır. AB bölü CB bərabərdir. BC bölünsün BD-yə. BC bölünsün BD-yə. O da bərabərdir. AB bölünsün CB. BC bölü BD. Bir dənə qaldı. AC bölü CD-yə. Belə bərabərdir. AB-miz bizim ümumi 16'dır. CB'miz bizim X-dır. Bərabərdir. BC-miz bizim X-dır. BD-miz bizim 9'dur. Buradan elə çarpaz şəkildə x kvadratı bərabərdir 16 vur 9 144. X da bərabərdir nə alarıq? 12. Bizdən də BC-ni istəyirdi. Cavab 12. Vurğulara ayrışını verib B çoxhədlisinin əmsallarının cəmini istəyir. Biraz məntiq yürütsək, A üstü 3, A, yəni A üstü 4 oldu. Burada da A üstü 6 olması üçün mənə lazımdır A üstü 2. 3'ü mənfi 2'yə vuranda mənfi 6, mənfi 24 olması üçün bir də mənə lazım olacaq 4. A kvadratı 4. Burada da A çıx 2'dir. Bu mənə əlbəttə ki, bunun natamam kvadratı ola bilər. A kvadratı üstə gəl 2A, üstə gəl 4 olsa, A çıx 2'nin natamam kvadratı. Qabaqda da A kubu plus 8 var. Bunu da buraya yazıq, eyb yoxdur. Bu bizə verəcək nəyi? A-nın kubu çıx 8. 2'nin kubu. A-nın kubu çıx 8. Burada A kubu üstə gəl 3'dür. Mən bunu bura səhv yazmışam. Deməli A kubu üstə gəl 3. Deməli A kubu çıx 8 plus 8 çıx 8 oldu. Burada da A kubu plus 3. A kubu çıx 8, A kubu plus 3.
Həqiqətən bir dənə baxaq görək vurub açanda bu alınırmı? A üstü 6, 3A kubu, çıx 8A kubu, 5A kubu, çıx 24. Bəli, alınır. Deməli, bunun vuruqlarına ayrılması A kubu üstəgəl 3, A kubu çıx 8-in də vuruqlarına ayrılması A çıx 2, A kvadratı plus 2A plus 4 şəklindədir. Bu şərtdə veriləndi, deməli B-də buna bərabərdir. B nəyə bərabərdir? A kvadratı plus 2A plus 4. Mənə də bunun əmsalları cəmi. Burada əmsal 1-dir, burada əmsal müsbət 2-dir, burada da əmsal müsbət 4-dür. Cavabımız da olacaq 7. Bəs bunu məntiqi mühakiməsiz, yəni necə vuruqlarını ayırmaq lazım idi. Yəni parçalama ilə eləməli idi. Parçalama necə olacaqdı? Bu mənfi 5A kubunu mənfi 8A kubu üstəgəl 3A kubu şəklində parçalasaq, baxın buradan A kubları çıxsa qalacaq A kubu çıx 8. Buradan da 3'ləri çıxartsaq qalacaq A kubu çıx 8. A kubu çıx 8'ləri də çıxardanda yenə eyni bayaqçı alınır. 27-ci sualda rəqəmlər üçün uyğunluğu müəyyən edin deyir. Deməli 27-ci sualda AB üstü xətt çıx BA üstü xətt verib. A bilirik ki bu təhlil bu onluq. 10A üstəgəl B çıxılsın 10B üstəgəl A. Üstəgəl A'dır, amma qarşıdakı çıxmaya görə bu çıxma olacaq. Çıx A bərabərdir 4A çıx 3B'yə. 10A çıx A 9A. Burada da 4A'nı keçəcək çıx 4A bərabərdir. B çıx 10B mənfi 9B. Burada da mənfi 3B var. Üstəgəl 9B olacaq. 9A'dan 4A'nı çıxanda 5A bərabərdir 6B'yə. Yəni A da B də burada AB üstü xəttdə, A da B də rəqəm olmalıdır. Yəni bir şey olmalıdır. A 6 ola bilər, B də ancaq 5 ola bilər. A 6, B 5, cəmi 11, fərqi də 1 olan variant yoxdur. Deməli, biri ancaq olacaq Y variantı. İkincidə yenə eyni qaydada açsaq 10A üstəgəl B bərabərdir 4A üstəgəl 8B'yə. Buradan 4A'nı keçsək 6A bərabərdir. B-ni də keçsək 7B'yə. A'mız ən kiçik 7, B'miz də rəqəm olaraq 6 olur. Cəmi olur 13 A variantı. Fərqi isə 7 çıx 6 1 yenə yoxdur. Üçüncü sualımız üçüncü hissəsində burada təklik onluq yüzlük olacaq. 100A üstə gəlinsin 10B üstə gəlinsin 3 çıxılsın 10A üstə gəl B eləyir. Çıxmaya görə çıx bərabər 228. Əslində bunu məntiqlə də eləyə bilərik. AB 3 çıx AB demir. Rəqəm bizə köməklik eləyəcək. 228-ə bərabərdir. 3-dən nə çıxanda 8 eləyir. 13-dən 5 çıxanda 8 eləyir. Deməli, bura 5'dir. Burada indi 5 yazsaq, B 5'dir. 5'dən nə çıxanda 2 eləyir, 3 çıxanda eləyir. Amma fikir versəydiniz, mən buradan birini götürmüşdüm. Burada 4 qalmışdı. Götürüb bura vermişdim. Çünki 3'dən 5 çıxa bilmirdim. Onda burada 4 qaldı birini götürəndə. 4'dən nə çıxanda 2 eləyir, 2. Deməli, A da olur 2. A 2, B də 5. A2, B5 cəmi 7, fərqi də 3. B çıxarda 3. Deməli, cavabımız oldu. Üçüncüyə də C ilə D. ABCD trapeziyasında AC diaqonalı BAD-nin tən bölənidir. AC diaqonalı tən böləndirsə, onda burada bilirik ki, paraleldir deyə AC ilə AD burada çarpaz bucaqlar yaranır. Burada alif olur. Deməli, 3 bucaq bərabər yanlı 3 bucaq olur. AB-ni bizə 8 veribsə, BC də 8 olacaq. Və burada nə deyir? Bizə deyir ki, ABC'nin sahəsinin, ABCD-nin sahəsinin nisbəti 5-2-dir. ABC-nin sahəsini necə taparıq? ABC çorbucaqlı üçbucaqdır. Çorbucaqlı üçbucağın hündürlüyü xaricdən çəkilirdi da, bilirdik iti bucaq təpəsindən çəkilən hündürlüyü. 8 buradır, bura düşməsin 8. Deməli, hündürlüyə H deyək. Bu H həm üçbucağın hündürlüyü olacaq, həm də trapeziyanın hündürlüyü olacaq. Onda üçbucağın hündürlüyü olacaq 2-də 1 AH. A tərəf 8-dir, tərəfin uzantısına çəkilmiş hündürlüyə də H deyək, 8 vur H. ABCD trapeziyasının sahəsi 8 üstə gəlinsin x yenə böl 2 vur nə? H hündürlüyü. H'lar ixtisar gedir.
2'də 1'lər ixtisar edir. Bərabərdir, bizə bunun cavabını 5'də 2 vermişdi də. Deməli 8 bölünsün. 8 plus x bərabərdir 5'də 2'yə. 8'dən 2 gedir 4 qalır. 20 bərabərdir 8 plus x-a. X da bərabər nə alınacaq? 12. Bizdən də AD-ni istəyirdi. AD-yə də x demişdim. Cavab oldu 12. Növbəti 29-cu sualda deyir ki, eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı xanlardakı ədədlərin cəmi tək ədəd olsun. Cəmin tək olması üçün, iki ədədin cəminin tək olması üçün biri cüt olmalıdır ədədlərdən, biri tək olmalıdır mütləq. Onda birinci xanada cüt düşsə, birinci yəni çarxda, ikinci çarxda tək ədəd düşməlidir. Birinci çarxda tək ədəd düşsə, ikincidə cüt ədəd düşməlidir. İndi tutaq ki, birinci səfər fırlatdım, birinci çarxda cüt ədəd düşdü. Birinci çarxda mənim var 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 mümkün halım var. 8-də cüt ədəd hansılar ola bilər? 36, 64, 16, 8-də 3'dür. Birinci xanada cüt düşmə ehtimalı. İkincidə tək düşsün, amma burada cüt düşəndə. İkincidə 5 yerə bölünüb 5'də. Tək olan bizdə 13 ilə yalnız 13'dür. 5'də 1, üstə gəl, keçirəm ikinci hala, ona görə bitdi da bu hal. Yəni, cüt və tək hallarım yekunlaşdı. Keçirəm ikinci hal, birincidə tək düşsəm, 8'də, neçəsi təkdir, deməli 5 dənəsi, 8'də 5 vurulsun. İkincidə gərək onda nə düşəm, deməli cüt düşəm, cüt ikincidə 4 dənədir. Deməli, ikincidə də cütü götürdüyümüzə görə, indi bunların cavabını hesablasaq olacaq. 40'da 3, üstə gəlinsin 40'da 20. Cavabımız da olacaq 40'da 23. Növbəti sualımız isbat sualıdır. Deyir ki, ABCD 4. Növbəti sualımız isbat sualıdır. Deyir ki, ABCD 4 bucaqlısında AB bərabərdir CD-yə, AD konqruentdir BC ilə və BY və DF isə BY ilə DF isə ABC və ADC bucaqlarının təmbilənləridir. Birincisi biz buradan nəyi görürük? Biz buradan görürük ki, bu paralelogramdır. Qarşı tərəfləri paralel və həmçinin də bərabər. Bu paralelogramdır. Paralelogram olduğuna görə deməli AB bərabərdir CD-yə və BC bərabərdir AD-yə. Paralelogramın da qarşı bucaqları bilirik ki, bərabərdir. Deyir ki, onda B bucağı ilə D bucağı bərabərdir də. Bucaq B bərabərdir bucaq D-yə. B-yə ilə DF də təmbilən olduğuna görə, bucaqları yarıya böldüyünə görə və bərabər olduğuna görə hər ikisini alfa-alfa götürək. Deməli, bizə deyir ki, ABY ilə, yəni ABY üçbucağı ilə CDF üçbucağının konqruent olduğunu deyil. İndi baxaq görə konqruentliyin də bildiyimiz kimi 3 əlamət var. Görəsən hansı əlamətlə görə bunlar konqruent olacaq? Burada bizdə bir də AC bu paralelogramın diaqonalda. Paralelogramda da bilirik ki, burada çarpaz bucaqlar olur diaqonal çəkiləndə. Bura ilə bura çarpazdır, bura ilə də bura çarpazdır. Yəni tutaq ki, bura bir deməli beta bucağı desəm, onda burada nə olur? Beta. Niyə görə? Bax, onu da orada əsaslandırmalıyıq isbatda. Çarpaz bucaqlar olduğuna görə. Çarpaz bucaqlar olduğuna görə. Deməli, mən tapdım ki, bir üçbucağın, baxın, YSD üçbucağının da CD tərəfi. Burada deməli CD tərəfi ilə AB tərəfi eynidir. Bu tərəfə bitişik alfa bucağı ilə beta bucağı, bu tərəfə bitişik alfa bucağı ilə beta bucağı. Deməli, bucaq, tərəf, bucaq əlamətinə görə konqruentliyin bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı, digər üçbucağın iki tərəfi və ona deməli bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı, digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağına bərabərdirsə, onda bu üçbucaqlar konqruentdirlər. Yəni üçbucaq ABY konqruentdir. Üçbucaq deməli CDF. Bizdən də cavabda bunu istəyirdi.